Azərbaycan Könüllülük Həftəsi 2025 çərçivəsində birlikdə 5 il Könüllülər Festivalı həyata keçirilib. Festivalın əsas məqsədi Azərbaycanda könüllülük hərəkatının inkişafını təşviq eləmək, könüllülərin cəmiyyətin sosial, mədəni və ictimai həyatındakı rolunu ön plana çıxarmaq, fəal könüllüləri dəyərləndirmək, gənclərin ictimai fəallığını artırmaqla yanaşı, könüllü fəaliyyətinə dövlət tərəfindən göstərilən dəstəyi diqqətə çatdırmaq və könüllülüyün dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nümayiş etdirmək olub. Konstitusiya və suverenlik çərçivəsində 4-18 dekabr tarixini əhatə edən Azərbaycan Könüllülük Həftəsi elan edilmişdir. Həftə çərçivəsində biz düşərgələr həyata keçirilmişik, müxtəlif aksiyalar həyata keçirilmişik, mətbuat konfransı, 3500 nəfər Azərbaycan könüllüsünün iştirakı ilə Azərbaycan könüllülərinin 8-ci həmrəylik forumu keçirilmişdir. Forum çərçivəsində biz həmçinin İttifaqı üzv könüllü təşkilatlarının sərgisi də həyata keçirilmişdir. Qeyd edim ki, bu gün isə Azərbaycan könüllülərinin iştirakı ilə 2500-dən çox Azərbaycan könüllüsünün iştirakı ilə birlikdə 5 il Könüllülər Festivalı keçirilməkdədir. Eyni zamanda qeyd edim ki, Zəfərin 5 illiyi ilə bağlı nəzərdə tutulan tədbirlərlə yanaşı, həmçinin İttifaqın da 5 illiyi qeyd olunmaqdadır və bununla da bağlı simvolik olaraq hazırda keçirilən festival İttifaqın 5 illiyinə həsr olunmuşdur. Birlikdə 5 il və Könüllülük festivalındayıq. Gördüyünüz kimi həm musiqi səsindən də anlaşılır ki, gənclər olsun, ortam olsun çox pozitivdir və bu bizə də çox xoş hisslər ötürür. Könüllülük özü bir dəyərdir və bu dəyəri qoruyub digər nəsillərə artırmaq bizim bir mənəvi borcumuzdur eyni zamanda. İnnovasiya könüllüləri ictimai birliyini təmsil edərək bu il ilin fəalı seçilmişəm. Həqiqətən könüllü olduğum bu müddətdə mənim öyrənəcəyim çox şey olmuşdu və mən də öyrəndim. Buradan da öz dostlarıma, öz yoldaşlarıma səsləndirəm ki, könüllülük dəyərdir, gəlin hamımız könüllüyə qoşulaq, hamımız bunu görməliyik və yaşamalıyıq. Tədbir istedadlı Azərbaycan könüllülərinin, gənc müğənnilərin və DJ musiqilərinin səsləndirilməsi ilə davam edib. Don't believe it, just right. Don't believe it, just right.